Bəli, yenə mən və adını unutduğum bu oyun, adı yazılmış onsuz da Level Devil oyunu. Level Devil oyununa qaldığımız yerdən davam edirik. Harda qalmışdıq? 6-cı sezonda qalmışdıq. Sezon nə dedik? Qapılara deyirik. Bunlar təzədən danışmayacağam. Əvvəlki videolarda var. Əgər istəsəniz gedib izləyə bilərsiniz. İndi qaldığımız yerdən davam edək. Yəni bu oyunu qısaca özətləyim, tez bazar. Bu oyun insanı əsəbləşdirir. Yəni gözləməz yerlərdən tələ çıxardır. Yəni tuzaqlar, düşlər demişəm, belə şeylər çıxardır falan filan. Başlayaq görək nə tər olacaq. Deməli, başladıq. Bomboş bir ərazi. Burada bir platforma var. Məncə bunun üstünə gedək. Aha. Hə, bu mən hər şeydən hərəkət etdim. Aha, düşür ki, yavaş-yavaş. Ortası qaldı. Mən nə bilim onun ortası qalacaq. Bu səfər eləyəcəm də. Bildim ki, yəni arxadan tökülür, bir dənə qabaqda düşür, ortası qalacaq. Bu da bura, bu qədər asan. Sadə. Yəni əslində çox da çətin oyun deyil. Sadəcə biraz bilmirəm niyə böyüdürlər bu oyunu o qədər. Çox asan bir oyundur. Həqiqətən də yəni belə asan da oyun, hətta yəni belə deyim də, Subway Surf'dan belə asandır yəni bu. Abartma. Belə o dərəcədə asandır. Yəni belə də, elə də elə. Platformalar var, oradan çıxacaq. Deyəcək bir şeyim yoxdur. Hə, indi yəni bura düşəndə diqqətli olacaq. Bu arada mənim bir dənə fikrim var. Bundan sonra istəyirəm ki, PUBG içinə zibil, PUBG demirəm amma yəni hesab başa dava falan salırlar sonra. Hə, oyuna girdim. Oyuna da demirdim, yəni üzr istəyirəm, kəsəcəm vəbşi oranı kayıtda. Konuş artık. Hə, PUBG oynamaq istəyirəm. Estağfurullah. Bir dəqiqə dayanım, bu oyun oynayır danışmaq olmur. Hə, PUBG oynayıb atmaq istəyirəm. Yəni belə Livikdən, Erangel falan oynayıb atım bəlkə gameplay tərzində. Yəni bəyənərsiniz. Bəyənərsiniz deyəndə mənim belə böyük də izləyicim yoxdur. Sadəcə yəni sabit 40-50 izləyicim var. O da güzdən baladır da. Onlar da həqiqi halal olsun. Hamınız sevilirsiniz. Demək burun da keçdi. Bağlandı, o açıldı. Nə qaracam? Hə, belə atlanım. Hə, nəysə, nə fikirləşsiniz? Yoruma yazın. PUBG oynayaq. Heç kim də yazmayacaq 100%. Bəlkə bir nəfər yazar, o da sinif yoldaşım var bir dənə. Əsl sadiq izləyici. O yorum yazar bəlkə. Nə fikirləşsən qaqa deyəndə PUBG oynayım atım yanağa elim, necə eləyim? Bu arada danışa 7-ci sezona keçdik də. Hə, 7-ci sezona keçdik. Aha, 7-ci sezonda belə bunlar nədir? Minadır görəsən? Mina. Hop. Hə, trambolin imiş. Trambolindirsə, hoppa. Buradan belə atlanacam. Buradan da belə gələcəm. Bunun da üstündən atlanacam. Amma məncə bunlardan birində zibil var. Nəsə var. Allah bilir hansında. Axırıncılar 100%. Amma ya da təcrübə eləyək də. Bəlkə görək nəymiş. Bilirdim də, yəni insan bu dərəcədə oyunu əzbər bilməz də. Yəni belə çox danışam. İndi elə bilərsiniz oyunu oynamışam əvvəldən. Yəni belə bir şey olmayıb ha. Sadəcə mən son dərəcə ağıllı və çox bilmiş insan olduğum üçün bunları əvvəlcədən başa düşürəm. Demək, burada da tikanlarımız yenə var. Həmişə kimi olmasa olmaz. Atlanım. Hə, reflekslərim sayəsində aşağıdakı trambolini atlanım və buna keçdim. Burada da olacaq yenisi. Ay, bacarsınız. Biz de deriniz yəni. Biz de bilirik bir şeyler. Biz de deriniz. Öyle biz de deriniz. Öyle şey yapma yani biz. Burada da yəqin ki aha. Altından çıxacağımı bilmirdim. Mən atlanacaqdım yəni aşağı. Buradan qapıya tərəf, hop. Bu qədər sadə və asan. Bəli, yenə aşağıda trambolin var. Atlandım trambolin üstünə. Trambolinlə bir yerdə gedirəm. Daş getdi, trambolin qaldı. Uyda, əlim ayağım dolaşdı amma yenə də keçməyi bacardım. Demək, aşağıda trambolin var və mən aşağı düşməliyəm. Aşağıda o qədər enlidirsə, trambolin də o qədər nazikdirsə və trambolin hərəkət etməlidir. Bəli, trambolin hərəkət edəcək 100%. Uyda, ayaqda. Oha da, mənə həqiqətən də oha. Yəni oha düşür də mənə. Hər şey bilirəm amma heç nə eləyəmirəm. Bu tərəfə belə. Hop. Bir dənə də belə. Bir dənə də belə. Bir dənə də belə. Vallah bilmirdim. Allah haqqı videosuna azanına baxmamışam. Ancaq bəxtəbəxt keçirəm. Amma bu nə tər şeydir?
Yaxşı ölüm bir dənə ondan sonra deyərlər şey. Çox mənasız hərəkət edirdim bu arada onsuz da. Day kayıtda hər şey görünəcək də. Nəysə, adabi olur da elə şeylər. Belə, bu da belə getdi. 7-ci sezondayıq da bizə. 7-ci sezon olmalı ya 8 idi. Məndə biraz B12 var. Amma nədir, sənin neçənci sezondur? Sən 7-ci sezondur məncə. 7-ci sezonun son bölümüdür bu. Belə, belə, bir dənə də belə, bir dənə də belə. Bu arada var ha, yəni bunlar yer dəyişməyinə baxmayın, mən heç eləmədim. Ancaq dümdüz atlandım, elə ayağıma düşdü hamısı. Keçək bunda, görək həqiqətən də 7-ci sezon imiş. Və bəli, 7-ci sezon imiş. 8-ci sezona keçdik. 8-ci sezonda oynayaq məncə. Bir dənə baxım kayıt neçə dəqiqə oldu. Yəni çox da uzun deyil, ona görə məncə bunu da oynaya bilərik. Oynayaq, gedək görək nə olacaq. Bəlkə maraqlıdır da, məncə maraqlı olar. Aha. 8-ci sezonda belə ox hədəfdir bu, nədir? Adı nə idi? Ox atırdılar üstünə, ondandır. Baxa, hə, yox, portal imiş. Portal, buradan da bir dənə portal aşağı düşdü. Çox asan idi. Bu arada onun birinci bölümdə, yəni normaldır, asan da olmaz. Nəysə. Demək bu səfər çox portal var. 1 2 3 dənə portal var. Yəqin ki aşağı Hiçbir şeyine değer ne kim Of, yəqin ki aşağımızdakına tullanacaq. Bir dənə belə, bir dənə də düşürmüş, bəli. Həqiqətən də düşürmüş, inana bilmirəm. Demək, bir dənə də atlanım buna. İndi aşağıdakı atlanmayacaq, çünki onunsa hərəkət edilmiş. Mən onu gördüm əslində, dedim, sadəcə başa düşmədim, niyə hərəkət edildi. Belə, indi bunu nə tər atlanacaq? Indi aşağı, ay, oy, son anda tutuzdurdum ha, yəni son anda o refleks yenə. Amma biz nə deyirlər dostlar? Bu refleksə pişik refleksi deyirlər. Yəni pişiklərində refleksi güclü olaraq. Yəni görürsünüz yəqin ki. Yəni bu refleksin adı pişik refleksidir. Nəysə, demək yenə portal var. Portala gedək. Yenə portal mən niyə boşluq atır? Niyə belə bir portal qoyursan bu oyuna? Yəni mənim də verdiyim suala bax. Nəysə, bu sualı verməmişəm kimi sayın. Demək buna getməyəcəmsə, hara üstüm açılmalıdır mənim? Hə, belə açılırmış. Bu arada klaviaturun səsi başucu xarab edib ola bilər, amma üzürü sayın, çünki mənim klaviaturam səslidir, içinə zibil nətər mən düşürəm. Oyun oynayanda gərək danışmayasam, amma bir yandan da video çəkdiyim üçün məcburam ki danışam, çünki danışmadan oynasam belə siz özünüz oynayarsınız, danışmadan bir şey belə maraqlı bir şeylər olsun da. Amma o da olmur. Bu səfər olacaq, həqiqətən də bu olacaq, inanın mənə, bu səfər olacaq, bu səfər olmalıdır, bu səfər. Ya Allah, o tərəf etmişdi bu, sağ tərəf etmişdi, sol tərəfə. B12 devrəyə girdi. Sağ, hə. Elə hiss edim ha, sağ idi. Buradan da belə, hazır. Son 2 bölüm qaldı deyəsən, yəni bundan beri 2 bölüm. Portal, yenə portal, yenə portal, yenə portal, çox portal. Hətta artıq çox portal. Yenə oha, aşağı düşdüm. Başa düşdüm ki, birinci portal yox. Neçənci portal idi o? 3, 4, 5, 6... Hayda, B12 partdaş deyə bizdə. Deyəsən bu idi. Hə, gördünüz. J burada güclü yaddaş öz sözünü deyir. Və 8-ci sezonun son bölümünə yaxınlaşır. Əziz tamaşaçılar, bəyənsinizlər şey kimi oldu, hava proqnozu danışanlar kimi. Bax deyirəm də, mən danışa bu oyunu oynamaq olmur. Yəni beynim ora adapte olmalıdır. Belə türklər demişlər. Deyəsən adapte söz bilim dildə var idi. Oha, nə tər sürətli danışdımsa heç özüm də başa düşmədim nə dedim. Yəni adapte sözü bizim də dildə var ya yoxdur bilmirəm. Bir dəqiqə. Azərbaycan dilində adapte olmaq sözü varmı? Bəli, cavab gözləyirik. Babo, xeyr, adapte olmaq Azərbaycan dilində normativ söz deyil. Düzgün qarşılığı uyğunlaşmaqdır. Bu nə deməkdir? Yəni yox imiş. Nəysə, çox danışmayayım, oyunumuzu oynayaq. Çünki belə danışsam mən həqiqətən də heç nə bacara bilməyəcəm. Of. Nəysə, ikinci yaddanacam, bu qədər çətin şey var. Yəni insan bir şey 4 dəfə eləməyə Nəysə, ondan da başa düşdünüz yəqin ki. Anladın mı? Deməli sağ yoxsa sol?
Sağmı solmu, sağmı solmu, sağmı solmu, sağmı solmu, sağmı solmu. Gözümü yumuram, gözümü yumsam da başa düşürəm onsuz da. Promoy portala. Həqiqətən də üzr istəyirəm sizdən. Üzr dilərim patron. Lütfen patron. Nəysə belə. Oha, o qədər uduzdım. Oyun mənə deyir ki, reklam izləyib keçə bilərsən də bu bölüm, yəni. Sən lanı şey istəyir, yoxsa biraz da belə yesə bəlkə də özü atacaq oyundan. Demək bu belə, burdan hara, bura. Ayda, o ara bayaq getdi, ona gözüm. Bu səfər olacaq. Bu səfər olacaq. Ciddi oynamaq lazım, ciddi. Belə. Olacaq, xeyri yoxdur, olacaq. Bu səfər həqiqətən olacaq. Yəni, bəlkə də 5-6-cı dəfədə deyirəm bu səfər həqiqətən də olacaq. Eyni şeyi mən necə eləyə bilirəm? Əstağfurullah, dayanamıram artıq. Sağa tullanacam. Sola tullanacam. Sola tullanacam. Bu qədər asandır, yəni bu çətin, bu mənim üçün çətin olmamalıdır. Mənim üçün axıllı insan üçün bu çətin olmamalı idi. 8-ci sezon bitdi və videomuz da bitdi və qafiyələr də bitdi və pis zarafatlar da. Nəysə dostlar, həqiqətən də zarafatsız 8-ci sezonda burada sonuna çatdıq. Videomuz bu qədər idi. Əgər video xoşunuza gəldisə, bəyənməyi, kanala abunə olmağı, yorum yazmağı, başqa nə qaldı? Kimlərsə paylaşa da bilərsiniz. Bunların hamısı istəyin, yəni məcbur eləmirəm, istəmirsə eləməyin. Sadəcə izləyin, bəs eləyir də, yəni. Söhbətlərə qoşulun, yəni bir-birimizlə dialoq quraq, əlaqədə olaq, bir-birimizi tanıyaq. Yox ya. Allah Allah. Nəysə, sağ olun, salamat qalın, sevilirsiniz.